Salam, xoş gördük. Yenidən sizin də həmişə olduğu kimi mənəm həkim, psixoterapevt, yalan və bədəndir üzrə ekspert Elnay Rəhimov Tambovski. Bugünkü mövzumuz da çox aktualdır narsistlərlə bağlı, yəni narsist kişilərlə bağlı. Dediyim kimi bu qadınlar da ola bilər, sadəcə ən çox kişilərdə rast gəldiyinə görə kişiləri qeyd edirik. Yenə qadın və kişi sevgili, evlilik münasibətlərində, əsasən də evlilik münasibətlərinə diqqəti çəkmək istəyirəm. Çünki sevgili münasibətlərində bu bir qədər əsnəkdir bu məsələ. Evlilik münasibətlərində isə artıq hüquqi işlər devrəyə girdiyinə görə daha ciddi olur. Elə ki, bir xanım narsist kişidən ayrılmaq qərarı verdi. Nə baş verir? Ümumiyyətlə, narsistlərdə belə bir xüsusiyyət var, istər kişisində, istər qadında, triangulyasiya edirlər. Yəni, ətrafdan sənin yaxınlarını, yəni yaxın qohumları özlərinə koalisiya götürürlər. Onlar da manipulyasiya etməyi üzrə ustadırlar və manipulyasiya narsistlərin həyat tərzləridir. Və təbii ki, qohumların bir qisminə özünü yazıq kimi göstərir, bir qisminə özünü qəhrəman kimi göstərir, bir qisminə özünü haqq, ədalətin təmsilçisi kimi göstərir. Ona görə ayrılmağa çalışanda, yəni istər-istəməz bu qohumların qulağına gedir, çıxır da, onlar artıq dirənc göstərirlər, qoymurlar. Deyirlər ki, ondan yaxşısını tapan deyirsən ki, çox gözəl, yaraşıqlı, zəhmətkeş, həm də eyni zamanda sənin əziyyətini çəkir, eşitmişəm ki, onu çox incidirsən, ona gün verib ışıq vermirsən, olmaz, sən belə bir adamı hardan tapacaqsan. İndi bu qrup qohumlar necə bir tip qohumlardır? Bir qrup belə qohumlar sadəcə durumdan xəbərləri yoxdur. Sırf niyyətləri yaxşıdır. Sadəcə görürlər ki, yaxşı, yaraşıqlı, deyək ki, qabiliyyətli oğlandır. İstəmirlər ki, deyək ki, o xanım, necə deyirlər, boşansın, həyatını məhv eləsin. Sırf yaxşı niyyətlərlə eləyirlər. Amma bu da zərərlidir. Bir digər qrup qohumlar narsist özünü, deyək ki, yazıq göstərdiyindən sadəcə ona yazıqları gəlir, ona görə bu xanıma ayrılmağa dirənc göstərirlər. Bir digər qrupları isə həqiqətən də xeyterlərdir və eyni zamanda bura narsistlərin, psixopatların özləri də daxildir. Xeyterlər, yəni insanlığa nifrət edənlər, keçmişdə travma almış, özləri belə narsistik münasibətdədirlər. Ona görə istəmirlər ki, başqası narsistdən ayrılıb, gedib öz xoşbəxtçiliyini tapsın. Əgər bu adam bir psixopatdırsa, bir, deyək ki, narsistdirsə, heç bir zaman o sistemin, necə deyirlər, dağılmasını istəməz, çünki onlara o şəkildə sərf edir. Yəni, onlar heç vaxt istəməzlər ki, yəni ailə üzvləri, yaxınları, narsist və psixopat olan insanlar heç vaxt istəməzlər ki, yəni həmin o xanım, qohumu olan o xanım, narsist kişidən ayrılsın və gedib doğru dürüst bir adamdan münasibət qursun. Çünki doğru dürüst adam gəlib onların yalanını üzə çıxardacaq, fırıldağını üzə çıxardacaq, onun düzənini pozacaq onların. Qurduğu sistemi pozacaq. Narsist də elə bir şəxsiyyət tipidir ki, elə psixopatda o qurulan sistemə qarşı çıxanları çox ağır cəzalandırır. Ona görə boşanan, deyək ki, xanım, deyək ki, yeni bir xüsusilə sevgili taparsa, o doğrudan da yaxşı olarsa, onu hər formada dəyərdən salacaqlar. Hər şəkildə, hər vəclə. Bir digər məsələ də çıxarlar məsələsidir. Onlar çox gözəl bilirlər ki, narsist bu xanıma nə qədər zülm eləyir, çox yaxşı bilirlər. Sadəcə çıxarları var. Ola bilsin ki, narsist varlıdır, varlı qohumu itirmək istəmirlər. Ola bilsin ki, hansısa bir vəzifədə işləyir, o gələcəkdə umacaqları nəsə bir şey var, onu itirmək istəmirlər. Ola bilsin ki, deyək ki, ağıllı başlı, bəzən intellektual səviyyəli narsist, hansısa bir sahəni yaxşı bilir. Məsəl üçün, deyək ki, yaxşı kompüter ustasıdır, yaxşı cərrahdır, həkimdir, ola bilir. İstəmirlər ki, o adamlar nədir? Əldən çıxsın. Və yaxud da qohumlar arası reputasiya, mentalitet düşkündürlər. Yəni, istəmirlər, deyək, cəmaat nə deyər, başqaları bizi biabır eləyər, rüsva eləyər. Ona görə bu birlikdəliyə qarşı çıxırlar. Ya daha doğrusu ona görə bu ayrılığa qarşı çıxırlar. Deməli, burada nəticə nədir? Yəni, narsistdən əziyyət çəkən bir xanım
yəni fikir verməməlidir. Qarşı tərəflər, yəni qohumlar, yaxınlar onlara nə dərəcədə təzyiq göstərir. Səbəbi nə olursa olsun, nə formada olursa olsun onları dinləməməli və öz, necə deyirlər, qərarını verməlidir. Diqqətinizə görə minnətdaram. Sağ olun.